Merhamet, insan ruhunun en ince notlarına dokunan, karanlığın içinde bir şam gibi yanıp, başkalarını ışıklandırmaya hazır olan mukaddes his. Merhamet, gözle görünmeyen ama en derinden hissedilen duygudur. O, ne güçlünün zayıfa verdiği bir pay, ne de yalnız ihtiyacı olana yönelmiş bir jest. Merhamet, insanın içinde insaniyet hissinin uyanmasıdır. O, başkasının ağrısını öz ruhunda duymak ve bu ağrını azaltmak için yardım elini uzatmaktır. Merhamet, susuz toprağa düşen ilk yağış damlası gibidir. Hayat verir, yaşatır, yenileyir. O, gazabın soyuq daşlarını eritmeye, insanın içindeki sertliği yumuşatmaya qadirdir. Merhamet, beşeriyetimizin mevcudluğu sebeplerindendir. Eğer bir gün insanlar merhamet hissini unutarsa, doğan güneşin bile hararet olmayacak. Çünkü hayat merhametle nefes alır, merhametle hissedilir. O, bazen bir uşağın kalbindeki mensum duruştur. Bazen bir ananın ırklarından uzattığı şefkatli ellerdir. Bazen susmuş bir ruhun yanında sessiz oturmakta. Merhamet, karşılık gözlemeden edilen hareketin ebedi izidir. O, tekçe insanlara değil, dünyaya, tabiata, her varlığa yönelen bir duygudur. En derin merhamet ise insanın özüne duyduğu merhamettir. Çünkü öz zevklerini bağışlamanı kaçıran insan başkalarına karşı merhamet olur. Unutmayak, eğer bir gün dünya karanlığa gark olsa, merhamet onu ışıklandıran son şam olacak. Salam, hər vaxtınız xeyir olsun. Dəyərli qonaqlar, xanımlar və cənablar. Bugün Ümid Yeri Uşaq Sığınacağının təşkilatçılığı ilə Respublikada ilk dəfə təşkil olunan Mərhəmət Gecəsinin və mərhəmətli insanların işığına toplaşmışıq. Bugün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan Ümid Yeri Uşaq Sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər. Bu barədə isə daha ətraflı öz mərhəməti ilə 30 ildir ki, uşaqlara analıq edən, onlara qayğı, sevgi göstərən Ümid Yeri Uşaq Sığınacağının rəhbəri Nigar xanım Məsəlini səhnəyə dəvət edirik. Oluşlarınızla. Bugün yanımızda olan, iştirakçı olan hər kəsi salamlayıram və eyni zamanda təşəkkürlər edirəm. Ümid Yeri Uşaq Sığınacağı haqqında məlumatı, düşünürəm hər kəsin məlumatı var. Ancaq qısaca bir xatırlatma eləmək istəyirəm ki, Ümid Yeri Uşaq Sığınacağı Azərbaycanda küçə həyatına məruz qalan, atılan və digər səbəblərdən çətin vəziyyətə düşmüş uşaqlarımız üçün Respublikamızda yaradılmış ilk uşaq sığınacağıdır. Və çox qürur duyuram ki, 97-ci ildən bu yana yol almış bu sığınacaq evi öz uğurları ilə bugün artıq 30 yaşına gəlib dolub. 30 ildir biz yol gəlirik. Kimlərlə? Ən çətin vəziyyətə düşən uşaqlarla, onların üzünü güldürərək, onların qayğısını çəkərək, onları cəmiyyətimizə saf bir vətəndaşlar olaraq bəxş edərək. Ona görə, necə deyim, deməzdim ki, bu işdə biz təkik. Həmişə məhz mərhəmətli insanların köməyi yanımızda olur. Bu adamlardan burada oturan, zalda oturan insanlar var ki, mən hər kəsin
misalını bir çəkə bilmərəm, ancaq hər birinə təşəkkür edirəm. Kimlər hər zaman Ümid Yeri Uşaq Sığınacağımızın qapısını məhəbbətlə açıb, öz köməyini əsirgəmir bizdən. Çox təşəkkür edirəm. Və təbii ki, çox vaxt almaq istəmirəm. Sözü istəyirəm musiqiyə verək, balalarımızın hazırladığı konsert proqramlarına verək və bir daha sizə təşəkkür edirəm. Biz də Niqat xanıma Təbii ki, mən sözümün davamında digər təşəkkürlərim var ki, onu da ünvanına çatdırmalıyam. Deməli, Ümid Yeri Uşaq Sığınacağının inkişafındakı xidmətinə görə mən birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərimi çatdırmaq istəyirəm bu kürsüdən. Çünki hal-hazırda Ümid Yeri Uşaq Sığınacağının binası, hansı ki təmir olunmuş, gözəl bir şəraitdə bizə təqdim olunmuş bu bina uşaqlarımızın daha firavan, daha rahat, daha gözəl yaşaması üçün çox gözəl bir məkandır. Bu məhz Mehriban xanımın sayəsində baş tutmuşdur. Ümid Yeri Uşaq Evimizin inkişafına verdiyi dəstəyə görə hal-hazırda eyni zamanda Leyla xanım Əliyevaya, Arzu xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm. Yəni, mən düşünürəm ki, nə qədər ki, bu dünyada mərhəmətli insanlar var, Ümid Yerinin ömrü o qədər uzun olacaq. Və sloganımızı da gördünüz, deməli, dünya bir gün qaranlığa qərq olarsa, ən mərhəmət onu işıqlandıran son şam olacaq. Hamını mərhəmətə səsləyirəm. Hamını məhz bu kimsəsiz uşaqları, möhtac insanları sevməyə səsləyirəm. Sevin ki, seviləsiniz. Sağ olun. ifaili məlahətin səsi ilə Zabitə Alıyeva. Alkışlarınızla. Güzelliğine sen beni rüyamdan mı gelmişsen, torbağımın taşına dünyamdan mı gelmişsen, güzelliğine sen beni
həyata keçirdiyi layihələrin əvəzsiz olmasını dilə gətirmək istəyirik. Bu, təbii ki, gələcəyimiz üçün bir ümid işığıdır. Azərbaycan və Türk dünyasının sevimli bəstəkarı Sevinç Tofiq qızının bəstələdiyi Sehirli Gözlər mahnısını təqdim edirik. Qeyd edək ki, mahnının sözləri Leyla xanım Əliyevəyə məxsusdur. İfa edir 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin Azəri İlkiləri Vokal qrupunun tələbəsi istedadlı gənc qızımız Cəmilə Cabbarova. Bu mərhəmət gecəsinin təşkilatçılarına, Elnur xanıma, Səbuhi bəyə, Nigar xanıma təşəkkürümü bildirirəm. Hər bir uşaq bir mələkdir və bu tədbirdə mənim bir mahnım Sehirli Gözlər hörmətli Leyla xanımın Əliman sözlərinə bəstələdiyim bu mahnı bugün səsləndi. Cəmilə qızımızın ifasında və onu da qeyd edim ki, hal-hazırda yenə də mənim bir neçə kompozisiyalarım mərhəmət gecəsində səsləndirəcəm piyanoda. Hər birinizi yenə salamlayıram. Xoş gördük. Çox sağ olun. Belə tədbirlərimiz çox olsun. İndi isə mərhəmət gecəsində mərhəmətli insanlardan danışmaq, onların xeyirxah əməllərini almışlamaq, örnək göstərmək mütləqdir deyirik. Çünki yaxşılıq da bilirik, yoluxucudur. Nə qədər təbliğ etsək, o qədər çox insana, əlbəttə daha çox insana yetişər. Hər zaman uşaqlara, gənclərə, həyata keçirmək istədikləri layihələrdə dəstək olan Azərbaycandan 20 ildir ki, hətta 20 ildən artıqdır ki,
fəaliyyət göstərən Sinerji Pro şirkətinin rəhbəri Ufuk Aydın da öz xeyirxah əməlləri ilə tanınır və sevilir. Onu səhnəyə dəvət edirik. O, bugün mərhəmətli əməllərinə görə Mərhəmət Elçisi mükafatına layiq görülür. Buyurun Ufuk bəy. Öncelikle çok mahcup oldum. Buraya çıkacağımı ben beklemiyordum. Bu merhamet okyanusunda sadece bir damla olmak istedik. Bunu başarabildiysek ne mutlu bize. Herkesi de merhametli olmaya çağırıyorum. Çok çok sağ olun. Çok teşekkür ederim. Bəli, dəyərli dostlar, dəyərli qonaqlar, Azərbaycanlı xeyriyyəçilər arasında xanımlar da tarix boyu xoş niyyətləri, xoş əməlləri ilə yadda qalıblar. Elə Təzəpir məscidinin tikilməsində bir ana xeyir duası var. Tarixdə Nabat xanım Aşurbəyovanın arzusu ilə gerçəkləşən bu müqəddəs ocaq bugün də imanlı insanların ziyarət etdiyi məkanlardan. Azərbaycan Dövlət Akademik Musiqili Teatrları məscidin inşası ilə bağlı hissəni səhnələşdiriblər. Salam oğlum, salam. Ziver Bey, Əhməd Bəyov. Əyləş. Peterburqda təhsilini başa vurmusan. Bir mimar kimi vətənə qayıtmısan. Buna görə sənə təşəkkür edirəm. Və sənə illərdən arzusunda olduğum bir məscidin inşasını həvalə etmək istəyirəm. İnşa edəcəyim məscid bir vaxtlar ziyarətgah olub. Bura insanlar zəmanələrinin görkəmli alimi, övliyası Əbu Seyid Abdullah'ın türbəsini ziyarət etməyə gəlirlər. Sonralar babalarım bu türbənin üzərində məscid inşa edirlər. Artıq 100 ildən çox yaşı olan bu məsciddə dağılır. Yenidən inşasına ehtiyac var. Mən istəyirəm ki, yeni inşa olunacaq məscid möhtəşəmliyi ilə fərqlənsin. Məscidin inşası üçün mehrimi satmışam. Oxla, səni şərq ölkələrinə göndərirəm. Göndərirəm ki, Şərqin ən gözəl məscid nümunələrini toplayıb, gözəl bir əsər ortaya qoyasan. Baş üstə Nabat Hanım. Nabat Hanım, düşünürəm ki, sizin arzuladığınız bir məscid inşa edə biləcəyik. Tam da sizin istədiyiniz kimi bu məscid təzə, Şərqin nadir incilərindən biri olacaq. Görəsən, neçə ilə tikilər bu məscid? Ömür vəfa edər, yar etməz, onu deyə bilmərəm. Amma bilinən bir həqiqət var. Tikmirsən ki, özün qalasan. Tikirsən ki, izin qalsın. Bu izlərsə nəinki məni, səni, vətənimi əsrlərdən əsrlərə, qərinələrdən qərinələrə aparacaq. Ged, ged ay bala, sağ salamat ged. Çox sağ olun Nabat Hanım.
astaca ben oxşayıram. Möcüzeye inanı, könüllərdən qoparan heyecanı atıram. Sadece unuduram. İncikliği, telaşı, həsədi, baxıllığı silirəm ürəyimdən. Çətinə düşənlərə kömək, arxa olmaq üçün Allah'dan yalnız qüvvət, bir də güc diləyirəm. Allah'ımı sevirəm. Allah'ımı sevirəm. İndi firavan, müstəqil, azad bir ölkədə yaşayırıq, əziz dostlar. İndi elə bir uşaq yoxdur ki, əsasən, onun arzusu reallaşmamış olsun. Uşaqlarımız xoşbəxtdirlər. Bəli, düzləyirsən, çünki indiki uşaqların özləri fərqli olduğu kimi arzuları da fərqlidir. Biz istərdik ki, bugün arzular nə qədər çoxdursa, onların reallaşması üçün çox gözəl şərait də var. Və Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyevanın təşəbbüsü ilə Ümid Yeri uşaq sığınacağı sakinləri haqqında hazırlanan qısa metrajlı filmi izləyək. Orada uşaqlar öz arzularını elə öz dilləri ilə ifadə ediblər. Xoşbəxtlik mənim üçün dostlarımla birgə olmaqdır. Xoşbəxtlik mənim üçün əllərimlə əl işi yaratmaqdır. Xoşbəxtlik mənim üçün dəyərli olub sevilməkdir. Xoşbəxtlik bir gülüşdür, bəlkə də adi bir söz, kiçik bir xəyal. Hörmətli qonaqlar, bəndən uşaqlarımıza ümid olan, bu mərhaməti büyüdən hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Biz də təşkilat olaraq, Azər Rotary olaraq buna bir katkı sunmuşsak, ne mutlu bizlere. Hepinize saygılarımı sunuyorum. Sağ olun. There's a place in your heart, and I know that it is love. This place was brighter than tomorrow. If you
İdara Üzvüyəm, Səkib İbrahim Madəniyəm. Bankımız daim bu tipli tədbirlərin sponsor olmasından, dəstək olmasından həyata keçirir. Biz orada biridir. Şadıq ki, biz bu kimi təşkil tədbirlərə dəstək oluruz. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Səlcuq bəy özün tədbirimizdə iştirak etməsə də öz nümayəndəsini göndərdiyi üçün və belə yardımsevər əməllərinə minnətdarlığımızı bildiririk. GL Group adından təşəkkürümüzü bildiririk. Bu təşəbbüsdə iştirak etməyiniz üçün çox minnətdarıq. Hamınızı mərhəmətli olmağa çağırırıq. Çox sağ olun. Biz destek. Mərhəmət gecəsində Terapiya Fəhriz Mərkəzi uşaqları valideynləri ilə birlikdə çox maraqlı bir rəqs kompozisiyası hazırlayıblar. Mələklər Dünyası adlanan bu kompozisiyanı indi sizə təqdim edirik. növbədə belə bir təşkilatın, belə bir tədbirin iştirakçısı və bir parçası olduğumuz üçün dəyərli minnətdarlığını təşkilatçılara bildirirəm. Bizim üçün mərhəmət sadəcə bir söz deyil, əmələ çevrilməli olan böyük bir enerjidir. Və mərhəmətin dili birdir və o bütün sərhədləri aşmağa qadirdir. Və bu yolda bərabər olduğumuz üçün təşəkkür edirəm.
Biz de size teşekkür ediyoruz. Çok sağ olun efendim. Спасибо большое за прекрасный концерт. Мы получили большое удовольствие. И спасибо большое Лилене за ее доброе сердце, которое, наверное, пример для нас всех, потому что оно вмещает такое количество детских судеб, детских сердец, жизней. И есть к чему стремиться, когда в своем жизненном пути встречаешь таких людей, как мы. Поэтому я хотела попросить вас благодарить. Nigar Hanım, zəhmət olmasa Alfişan önüne gəlib burada çəkdirir rəsmləri. Bu arada bu gözəl əsərin müəllifi bizim çox istedadlı rəssamımız Aydan Məmmədzadeyə məxsusdur. Hoş gəlmişsiniz. Buyurun. Axşamınız xeyir olsun, əziz xanımlar və cənablar, əziz dostlar. Mən təşkilatçılara dəyərli təşəkkürümü bildirirəm. Əslində qalsa, çox ciddi bir dəstəyimizdə emniyib. Sadəcə olaraq biz həm də başqa bir təşkilatın, Türk Dövlətləri Autizm Federasiyasının fərqli prezidenti kimi burada iştirak edirəm. Bizim hər birimizin həqiqətində bir insan olaraq ehtiyacı olan şəxslərə, kəslərə həmişə insani borcumuz var və mərhəmətli olmaq
hər bir insanın ruhunda var. Kimdə ki o düzəlib, gül kimi açılıb, kimdə ki o insanlar da var ki, onlarda sacıraq açmamış, göncək kimi qalıb. Düşünürəm ki, hər birimiz qəlbimizdəki həmin o mərhəmət hissini gül kimi açmasına şərait yaradaq və imkanlarımız daxilində mərhəmətli olaq və bacardığımız qədər belə əsas sosial tədbirlərə, proqramlara, işlərə dəstək olaq. Çox sağ olun. Minnətdarım hocam. Çox sağ olun. Çok teşekkür ederim. Elnara Hanım'ın teşekkürnamesine de zahmet olmasa verir. Aziz dostlar, bilmirəm beğendiniz mi bizim konsert programımızı soruyor. Size çok teşekkür ederim desteğinize göre. Bildirmek istedim ki bugünkü programın ərsəyə gelmesinde çok büyük emek sərf eləmiş Respublikamızın emektar jurnalisti Elnara Hanım Dərziyevanın çok büyük hizmeti var. Ona biz teşekkürlerimi bildirirəm ve tabii ki hem de resmi şekilde teşekkürlerimi təqdim edirəm. Teşekkür ederim. Gel kalın. Teklifata göre minnettarım. Ben demek istedim ki bu sırada şair, radyo aparıcısı, bizim güzel şairimiz. Teşekkür ederim. Səbuhi Zamanın böyük hizmeti var. Ona teşekkür ederim ve resmi qaydada teşekkürlerimi təqdim edirik ki, stolun üstünü bezəsiz. Çok sağ olun. Hep onu ruhlandırsın. Bilsin ki o da mərhəmət gecəsində müəyyən bir iz koydu. Teşekkür ederim. Çok sağ olun Mücahit Hanım. Aziz konaklar, son olarak bir şeyi qeyd istedim. Ümumiyyətlə, ufak tefek tükər demiş, kusurlarımız varsa sizin ətinize sığınırıq. Çok az komandayla, yani önce olarak deyirəm, minimum imkanlarla ortaya çıkarttığımız bunlar idi. Uşaqlara dəstək olmaq üçün, xeyirxahlığı daha çok yaymaq üçün. Çünkü xəstəlik gibi yaşlılık da bir bulaşıcıdır. Eğer bir kusurunuz varsa hepinize sığınırım. Ümid edici ki razı kalın. Çok sağ olun hepinize. Gelen ayaklarınız var olsun. Aylar idi ki bu tədbirə biz damla damla hazırlık görürdük. Ve tabii ki bütün dostların sayesinde hal birine teşekkür ededik. Yine de unuttuklarımız düşünürəm ki kalmadı. Minnettarım hepinize.
Dünya ulduzları yığışıb bir yerdə USAID for Africa üçün bir mahnı səsləndirilər. Moyada Royalty mahnısını səsləndirilər. İndi isə istedadlı ifaçımız, müğənnimiz Dilarə Kazımova öz repertuarında bu mahnıyı verib, təbii ki, ümid yeri uşaq sığınacaqlar. Eyni zamanda sənət, uşaq musiqi və incəsənət məktəbi və Zərifə Əliyev adına liseyin uşaq və yeniyetmələrdə başına toplayıb bu mahnını yenidən səsləndirib. Bir daha hal-hazırda səhnədə USAID for Africa Moyada World mahnısı olacaq və biz elə bu mahnı sədaları altında sizinlə sağollaşırıq. There's comes a time when we hear
teşekkür edirik. Əziz dostlar, heç dağılıq səhnədən Dilara xanım, sizə təşəkkürnaməmiz var. Minnəttarım gözəl kompozisiya üçün. Heç tərəfdən bir foto çəkiləcək. Bu çətin vaxtda, tıxacı olan vaxtda, axşam vaxtı, iftar zamanında bura əldə çəkib gələn hər kəsə çox minnəttarım. Qarşınızda baş əyirik. Çox sağ olun.